Tbilisdən Moskvaya, oradan da Parisə yeməklərilə baş vuran Aha Kərim son qərarı hər zaman Bakıda verdi. Bugünə qəşəng bir ətli börəyimiz var. Hazırladığı təyyamlarla tamaşaçıların gönlünü oxşayır. Ondan tez-tez məsləhətlər alır. Başlayaq. Alo. Bəs bu dəfə görəsən usta hansı yeməkləri hazırlayıb? Ezogelin şorbası tamam başqa cür hazırlanır. Mərci şorbası isə tamam başqa cür hazırlanır. Hansı faydalı məlumatları verəcək? Gözünüz bizdə olsun. Əziz dostlar, tanışlar, yoldaşlar, hörmətli və dəyərli möhtərəm izləyicilərimiz, hər vaxtımız xeyir olsun, sabahınız xeyir olsun və gününüz uğurlu, pozitiv enerji dolu açılsın. Enerjiniz hər zaman yüksək olsun. Negativlərdən uzaq, yalnız və yalnız müsbət aura, müsbət enerji dolu, dadlı səhərdə xoş gördük deyirəm. Bir rəngi çayımız yanımızda, özdə xoruz quyruğu olsun. Və nə olursa olsun, həqiqətən də adamın bütün yorğunluğunu aparan bir qida növüdür. Bəli, qidadır bu. Amma bunun da bir qaydası var ki, düzdür, dünən deyirdim ki, 1, 2, 3, 5, nə qədər içsən adam içmək istəyir, içdikcə içmək istəyir. Amma bir fincan əladır, 2 fincan olar, məsləhətdir, 3 fincanda gərək bir balaca ehtiyat edəsən. Çünki nə qədər də olmasa, nə qədər də faydalı olsa, amma mədə-altı vəziyyə, mədə şirəsinə müəyyən mənfi təsirləri göstərə bilər. Odur ki, hər bir qida öz balansında, öz dəyərində istifadə olunsa daha yaxşıdır. Düzdür, bu fikir əsrlər keçsə belə çox istifadə olunur, amma Şeyx Nizaminin sözü burada yerinə düşər ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Odur ki, kimsə sizə desə ki, gün ərzində 3 litr, 4 litr su için, ona da tabii inanmayın. Çünki bədəniniz nə qədər tələb eləyirsə, o qədər için. Bu mənim, belə deyək, baxışımda belədir. Əgər mən çox aktiv hərəkətdə deyiləmsə, əgər mən enerji sərf etmirəmsə, əgər bədənim suyu buxarlandırmır, suyu ifraz etmirsə, özündən kənarlaşdırmırsa, nəyə görə mən onu əlavə su ilə yükləməliyəm? Nəyə görə mən onu əlavə su ilə, belə deyək, ağırlaşdırmalıyam ki, yox, içməlisən bunu. Odur ki, hər bir şey qədərində ürək. Ürək istəyirsə, et. İstəmirsə, özünü məcbur eləmə. Ürəyin hansı yeməyi istəyirsə, o yeməyi də ye. Bugün mən sizin üçün ürəkdən sevgi dolu almalı pirog hazırlayacağım. Almalı pirogun hazırlanması üçün də nələr lazımdır? Qarşımdadır. Dünən bir izləyicimiz, bir yaşlı deməyim, artıq bir dünya görüşlü bir xanım zəng etdi. Dedi ki, Ağakəm, hər şey çox gözəldir, çox qəşəngdir, amma qarşımda ərzaqlar çox olanda fikrim qarışır. Mən bir-bir onları yazanda hansısa qarışdırıram. Görün bu ingrediyenti o birinə yazmışam. Dəstur da bir balaca deyir, zəif görürəm. Ona görə də resepti. Ona görə də deyir, masanın üstündə yeməyə aid hansı ingrediyentlər olsa onlar yaxşı olar. Dedim, mənim gözüm üstə, baş üstə. Bütün ağbirçəklərin, ağsaqqalların əllərindən öpürəm. Və bax, masanın üstündə hansı ingrediyentlər varsa, bu ingrediyentlər də məhz yeməyə aiddir. Başlayırıq nədən? Deməli, almalı pirog. Hazırlayırsınız bunu qəşəng. Əla olardı ya, əla olardı. Onu axşamdan hazırlasaydın. Səhər durursan, həmin o pirogla qəşəng fincan çay, bax. Səhər ac qarnına düzdür, şirin yemək məsləhət deyil. Kərə yağı 200 qramdır. Getdi bura. Deməli, bunun üzərinə əlavə edeyim şəkər tozu. Yox, şəkər tozu çox lazım deyil. Nəyə görə lazım deyil? Çünki içlik almadan hazırlanmış içlik, o kifayət qədər şirin olacaq. Bir də ki, bu pirog belə bildiyimiz, ənənəvi yediyimiz piroglar kimi şip-şirin olmamalıdır. Bu biraz belə turşu məzə, bağ məzə, və bunun xüsusi bir xoş ləzzəti olmalıdır. 200 qram kərə yağına şəkər tozu əlavə elədim. O mütləq
Əlbəttə, həm də xanım deyir, bəs duz əlavə edəcəksiniz, maraqlıdır. Duz, bax, yenə deyim, mən bunu dəfələrlə, illərdir ki deyirəm, bu dəfə də təkrar edirəm. Bütün şirniyyatlarda duzun olması vacibdir. Bütün duzlu qidalarda da şəkərin olması mütləqdir. Bu, reaksiyaların tamamlanması üçündür. Bunu Ağakərim Usta özündən kəşf eləmir. Bunu Ağakərim Usta sadəcə, mənə bu xoşuma gəlir, bu formada eləyəndə xeyr. Qayda var və texnoloji gedişat var. Bu mərhələni doğru düzgün şəkildə düzmək lazımdır və bu zəncirləri bir-birinin ardıcan düzəndə ortadan bir zənciri çıxarsan, bu artıq paralanır. Ona görə də paralanmaması üçün ardıcılığa diqqət etmək lazımdır. Bura duz əlavə edirik. Əvvəl nənələr deyirdi ki, halallıq üçün biçimdik duz atıram. Halallıq üçün deyirlər. Amma nə üçün? Yəni, ona görə ki, xəmir özünə gəlsin. Deməli. Oy, nə oldu sənə? Narahat olmaya buradayım. Ürəyini daraqdırma. Başla. Getdik. Hə. Ay sağ ol. Bu başqa məsələ. Yatmısan, oyanmaq lazımdır. Səhərdir. Dadlı səhər gedir. Və dadlı səhər olanda, dadlı səhərdə Ağakərimin səsi gələndə artıq oyanırıq. Yuxu qaçdı, yuxu yoxdur artıq. Və biz yepyeni günə başlamışıq Space televiziyasında. Space televiziyasıyla günümüz daha pozitiv, daha enerji dolu olmalıdır. Qarışdır, qarışdır, qarışdır. Qəşəng-qəşəng qarışdır. Yaxşı-yaxşı qarışdır. Kərə yağı ilə sürəti birdən-birə artırmıram. Nəyə görə artırmıram? Ola bilər də kərə yağı birdən bərk olar. Aparata ziyan olar, zərər olar. Və maşının içindəki bütün belə deyək, dişləri zədələyə bilər. Qarışdırdı, yavaş-yavaş həll eləyir. Bunun içini Cabir bəy sizə görə bax, açırıq. Bircə dəqiqə səbir elə. Bax. Bu formada qəşəng hazır elədi. İndi keçirik nəyə? Qarışdırmağa davam elə. Davam elə, davam elə. Tələsmə. İşində ol. Yumurta. Qarışdırır. Əla. İndi bir dənə məsləhət də verim sizə. Bax, bu ümumiyyətlə bax, görürsünüz də. Mətbəxlə bağlı bu indiki çıxmış qaydalar var ha. İndi məşhur qaydalar deyirlər. Buna lifehack da deyirlər. Yəni faydalı məsləhətlər. Bu məsləhətləri unutmayın, bu məsləhətləri yadda saxlayın. Bunu illərlə bizim analarımız, nənələrimiz deyirdilər. Bəzi qızlar, xanımlar deyirlər, ana da deyir də orada da, deyir ki, bunu belə elə, bunu elə elə. Əşi, düzəldirəm belə, bu formada eləyirəm, hazan, yox. Böyüklərimiz nə deyirsə, düz deyir. Və onların dediyi hər bir sözdə də böyük bir məntiq var. Deyirlər ki, yumurtanın hamısını bir qaba birdən-birə sındırmaq olmaz. Və bunu ağbirçək analar elə indiyə qədər edirlər ki, yumurtanın hər birini ayrı-ayrı qaba sındırırlar. Onu bir qofluyurlar. Yaxşıdırsa, hər bir şey əladırsa, qaydasındadırsa, ondan sonra onu yeməyə əlavə edirlər. Hər birinə ayrı-ayrılıqda. Nəyə görə? Çünki yumurtadır da. Birdən hərarəti düzgün saxlanmamış olar. Birdən hansısa bir ağırlaşma olmuş olar. Sürəti artıraq. Bəh. Səhər. Deməli, dayandırdım onu. İndi yavaş-yavaş unu əlavə edirəm. Un təxminən 600 qram kimi vermişəm, amma burada da əsas məsələ, dünən dediyim o qızıl qayda yadınızdadır. Unun nəmliyinə diqqət edirik, bu bir. İkincisi, kərə yağının yağlılığı nisbətinə fikir veririk. Çünki elə kərə yağı var ki, bilməm, indi bunu kərə yağı əridib evdə saxlayanlar,
daha yaxşı bilirlər. Kərə yağı var ki, onun torta dediyimiz, yəni kazein hissəsinin ayrılması var, süd şəkərinin ayrılma hissəsi var ki, o miqdar çox olur. Kərə yağı var ki, əridəndə o az olur. Kərə yağı var ki, ümumiyyətlə əridəndə görürsən ki, tamamilə az bir zülaltı orta hissəsi çıxır. Ondan hətta pirog edənlər də var, ondan şirniyyat hazırlayanlar da var. Çox maraqlı dadlı olur onun ləzzəti də. Və ona görə, həmin o nisbətlərə görə onu təyin etmək bir balaca çətin olur. 2, 3, 4, 5, 6, böyük təpə formasında götürürəm onu. 7, 8, 9 və 10. 10 qaşıq təxminən 300 qram eləyir. On 7, 18, 19 və 20. Yavaş-yavaş bura süd əlavə edirəm. 500 ml süd, yarım litr. Yarım litr südü əlavə etdim. Və qaldı bizdə qabartma tozu. Qalan unu da azar-azar əlavə edirik. Yavaş-yavaş. Bütün şirniyyatlar üçün yaxşı olar ki, unu əliyəsiz. Ələnmiş un oksidləşmiş undur, havalandırılmış undur. Və belə unun hazırlanma mərhələsində xəmirin qabarmasına, xəmirin canlanmasına yardımcı olması, yardımcı olur, kömək edir ona və ağırlaşır. Mən dedim, un bir balaca ona azlıq edə bilər. Ona görə də ona kömək eləyirik. Tələsmə, yavaş-yavaş yoğur. Xəmirin yoğrulması həmişə elə bir nüansdır, elə bir xüsusiyyətdir ki, sən gərək onu izləyəsən. Xəmir necə yoğrulur? Yoğrulmada düyünlər qalırmı, qalmırmı? Bunlar önəmli xüsusiyyətlərdir xəmir üçün. Və xəmiri əsasən, belə deyək də, daxilən onu hiss etmək lazımdır. Əvvəllər, çox belə xəmirlər əllə yoğrulurdu, edirdilər onu belə ovucu içi ilə. Mən sizə bir şey deyim. Deməli, xəmiri əllə yoğurmaq çox faydalıdır, çox. Əlin içi üçün, ovucun içi üçün. Çünki əlin içində müəyyən nöqtələr var ki, bu nöqtələr məhz bədənin bir çox orqanları ilə əlaqəlidir. Və onlar, bax, mən tam olaraq bir təcrübəni də deyim, bir sözdən digərinə keçirəm. İstənilən şirniyyatın, desertin dadına adam bu çeçəli barmağı ilə, kiçik barmağı ilə baxır. Bax, bu bir həqiqət. İstənilən duzlu yeməyin dadına məhz şəhadət barmağı ilə baxırsan. İstənilən duzlu. İstənilən acı yeməyin dadına isə məhz adsız barmaqla baxırsan. Və bu, hər kəsdə, belə deyək də, özündən bir xəbər, özündən asılı olmayaraq bu onu edir. Və bütün bunların hər birinin də, belə deyək, elmi tərəfdən yanaşma ilə bir açıqlaması var. Bunların psixoloji bir faktoru var. Səbəbləri isə məhz beyinə ötürülən siqnalların barmaq ucları ilə olan əlaqəsidir. İnsan yeməyi, bax, bir şor plovu qaşıqla yediyin, üstü-üstü qaşıqla yediyinlə, əlinlə götürüb yediyində böyük fərq var. Qaşıqla götürüb yediyin qaynar ola bilər və sən onu hiss etməzsən,
əlinlə götürüb yediyin. Görürsən, əlini barmağına bir balaca yandırır, artıq onu götürmürsən. Və barmağın ucları ilə götürdüyün hərarət sənin birbaşa damağın, dilin, qida borunun hərarətinə uyğundur. Və bu tarazlaşmışdır. Sən onu oradan götürəndə artıq hiss edirsən və beyinə siqnal ötürülür ki, 40 dərəcədə, 42 dərəcədə qida gəlir. Ağız, damaq, dil, dodaq, hamınız hazır olun. Heç kəsə heç nə yandırmasın. Və bu siqnal ötürüldükdən sonra hər biri artıq bir əskər formasında düzülür, öz funksiyasını, öz üzərinə düşən öhdəliyi icra edir. Ki, artıq hazırdır, bir balaca istilik gələ bilər, mən hazır olmalıyam. O zaman dişlərdə, damaq dibi də bütün buna hazırlıqlı vəziyyətdə olur və bu bizə zərər yetirmir. Sən də elə, mən danışıram, yavaş-yavaş unu yiyirsən, bir tərəfdən verirəm, gedir elə unu. Biraz tezləşdir artıq. Bu xəmiri hələ çox un aparacaq. Deməli, qəşən yoğurda. Bu qıraqlarda qalıb baxın. Aysə onlar da götür. Əla. Verirəm, un verirəm yenə. Narahat olma. Yavaş-yavaş, kənarlara bulaşdırma. Qapağı qoymamışam, eybi yoxdur, indi o mənim günahımdır. Əla, qəşəng, bəh. Əla, bu qıraqlardan da götür. Bir dənə xəmirə baxım sonra. Sən dincəl hələlik. Mən bir dənə barmağımla xəmirə toxunum. Yox, yapışqandır elə. Təzdən yoğur. Hirslənmə, niyə hirslənirsən? Yavaş-yavaş. Qoy. Aha. Qəşəng. Bunu da götür. Bir qaşıq da verirəm sənə. Xəmiri toparla. Kərə yağı onu yavaş-yavaş yığmalıdır. Kərə yağının bir xüsusiyyəti var ki, əgər xəmirin dartılmasını, uzanmasını istəyirsənsə, ona dur yağ vurursan. Yox, əgər xəmirin bir balaca belə ovuntul, xırçıltılı olmağını istəyirsənsə, onda ona kərə yağı qatırsan. Əla deyə, əla, qəşəngdir. Deyən. Bunlar qalmasın da, bunu da verirəm sənə. Götür, aha. Baxın, bir balaca dib hissədən də götürsək, nə əlavə etdim bura? 200 qram kərə yağı, təxminən artıq 1 kiloqrama yaxın bura un getdi. Əsas dəstur bunun 600 qram idi. Amma görünür ki, həm unun nəmliyi, həm də kərə yağının yağlıq nisbəti biraz artıq olduğu üçün bura artıq un biraz da artıq getdi. 500 ml süd əlavə elədim. Biraz duz, 2 xörək qaşığı şəkər tozu qatmışdım. Bir də qabartma tozu əlavə eləmişdim. Və xəmiri yoğurur yavaş-yavaş. Xəmir artıq özünü toparlayır. Əla, kifayətdir. Bu qədəri mənim üçün bəsdir. Qoy xəmir dincəlsin. Bir balaca dincəlsin. Yox, artıq bunu xəmir yoğuran, qəşəng bunu yoğurdu. Mənim artıq ona toxunmağa, belə deyək, ehtiyacım yoxdur. Ona görə də nə edirəm? Mən ondan bir hissə götürüb küveytin içərisinə əlavə edəcəm. Küveytin də içərisinə əvvəlcədən perqament kağızı ilə, yağlı kağızla bağlamışam. Nə qədər yaxşı kağız olsa belə, daha doğrusu küveyt olsa belə, siz yaxşı olar ki, perqament kağızından, yəni yağlı kağızdan istifadə edəsiniz. Nəinki, bəli, həm təmizlik üçün çox gözəldir bu, həm də ki, rahat təmizləyirsiniz də. Məsələn, mən adicə evdə kotlet qızardanda, məsələn, sobada, kotlet pişirəndə və yaxud da kartof pişirəndə, xüsusən də toyuq pişirəndə, mütləqdir ki, onun altına perqament kağızı, yağlı kağız qoyuruq. Nəyə görə? Küveyti batırmasın. O küveytin listi olur ha, sobanın listi, küveyti olur ha. Onun içərisinə ki, biraz ləkə düşdü, vəssalam. Ondan sonra başlayır orada qaralmağa, yanmağa və yavaş-yavaş tüstüləməyə. Bu tüstüləmə digər ərzaqlara zərərli təsir göstərir. Çünki həmin orada yağ və karbohidratın qarışıqları ola bilər. Onlar tüstülənirsə, bu deməkdir ki, artıq orada bir akrilamin xərçəng
yaradıcı tüstü əmələ gələ bilər. O tüstü varsa artıq bu insan üçün təhlükəlidir. Mən bunları çox danışıb demək istəmirəm. Bilirsiniz nəyə görə? İnsan bir şeyi eşitdiyi zaman, bir şey kökləndiyi zaman ondan artıq qorxur. Mən adam tanıyıram ki, acı biberi o qədər yeyir ki, 1 qram da olsun ondan heç bir zərər görməyib. Çünki həmin insanın acı biberin zərərlərindən xəbəri yoxdur. O bilmir ki, acı biber dildə deyilən zərərlərindən söhbət gedir. Ha? O bilmir ki, acı biber mədəni yandıra bilər. O bilmir ki, acı biber bağırsaq divarlarına zərər göstərə bilər. O bilmir ki, acı biber qaraciyərə müəyyən mənfi təsirlər göstərə bilər. O pozitiv enerji dolu acı biberdən qarşıldadır, ağzını yandırır, ona ləzzət eləyir və onun zövqlə yiyir və ondan heç bir zərər də görmür. Odur ki, sevgi ilə, xoşbəxtliklə, amma sağlam qidalar yiyin. Mən daha demirəm ki, hər gün fast fooddan yiyin. Elə insanları da tanıyıram, doğrudan zarafatsız. Elə insanlar tanıyıram ki, müəyyən o zərərli hesab etdiyimiz qazlı içkilər var ki, rəngli qazlı içkilər var ki, o qazlı içkilərdə hər gün nə qədər içir? Daha sonra qəşəng belə fast food yeməklərdən mayonezli, ketçuplu qram da olsun, heç bir narahatlığı yoxdur. Bilirsiniz nəyə görə? Yenə də deyirəm. Onun heç nədən xəbəri yoxdur. Zərərlərdən xəbəri yoxdur. Hər bir şey insanın beynində formalaşır. Beyninizi pozitivə kökləyin, dadlı səhəri izləyin. Biz negativlərdən uzağıq. Biz yalnız və yalnız pozitiv enerji dolu sizinlə danışırıq, söhbətləşirik. Yeri gəlmişkən söhbət etmək istəsəz, buyurun. 012 510 84 34 bizim əlaqə nömrəmizdir. Sən gedin, məsləhət almaq istəsəz bir məsləhət ala bilərsiniz. Öyrənmək istədikləriniz varsa onları öyrənə bilərsiniz. Odur ki, bu telefon məhz sizin üçündür. Canlı zəng edin. Mən bunu bir balaca döyməliyəm. Çünki döyməsəm, o özünə gəlməyəcək. Mən belə şouları, belə mətbəx xüsusiyyətlərini öz tələbələrimin yanında göstərəndə tələbələrim həmişə deyirdi ki, şef, Allah göstərməsin, birdən sizin bir silləniz kiməsə dəyər, bu sillə ağır olar. Deyirəm, yox, mən çox səbirli insanam həmişə və nə olursa olsun insan hər zaman özünü hər bir nüansda, hər bir yerdə ələ almağı bacarmalıdır. Amma şirniyyat bilirsiniz necə bir şeydir? Şirniyyat elə bir şeydir ki, onu hazırlayan adam gördünüz toparladı özünü. Ayaqdan aparatı incidirdi. Aparat da onu qarıştıra, yoruldum. Deyirdi, mən onu eşidirdim. Amma görürsünüz də, insan əli dəymədən elə şeylər var ki, onlar alınmaz. Dünən həm də nə? Deməli, mənim balaca qızım deyir ki, ata, mən sənə baxıram, salam göndərirəm. Heç sən məni eşitmirsən. Bağçaya getməmişdən qabaq, onlar mənim səsimlə oyanırlar. Onsuz da evdə olanda da mənim səsimlə oyanırdılar. İndi də anaları televizorda səsi artırır və televizorun səsindəki o ata səsi ilə oyanırlar. Allah bütün övladları, balaları qorusun. Və Milara'nı bax, salamlayıram. Qızım, hazırlaş, yavaş-yavaş bağçaya gedə bilərsən. Bilirəm saatı, indi birazdan sənin dalınca başın gələcək və mətanəti də götürürsən. Mətanət, Milara, gedin. Gedin evə. Amma analar, bax, uşaqları yola saldınız bağçaya, məktəbə, dadlı səhəri izləyirsiniz rahat-rahat. Pürəngi çayınızı qarşınıza qoyun. İş onsuz da bitən deyil. Axşama qədər o qədər iş var ki. Həqiqətən də Azərbaycan xanımları, Azərbaycanlı qadınlar, xanımlar çox zəhmətkeş. Onların zəhmətini, onların əziyyətini
heç zaman danmaq olmaz da. Yəni onlar qədər ailəsi üçün, onlar qədər övladları üçün çalışan, onların gələcəyini düşünən, dünyada ikinci xanım, ikinci belə bir analar ola bilərmi? Alo. Alo, Alo. bəli. Salam əleykum. Salam əleykum, Ağa Kərim oğlu. Bəli, xoş eşitdik sizi. Sabahınız xeyir olsun. Kiminlə danışırıq? Sevinç xanım. Bəh. Nə gözəl səhər-səhər bizə sevinç bəxş edirsiniz belə. Bəli. Sevinç Baxıram xanım. Sizə çox şad oldum. Minnətdaram. Ay Sevinç xanım. Bəli. Deyirlər ki, ad insana böyük təsir göstərir. Hər bir Belədir. insan adına görə onun bir ağırlığını da yaşaya bilər, onun xoşluğunu da yaşaya bilər. Bəli. İndi doğrudan da ad sizə həmişə sevinç bəxş edibmi? Olur. Çox vaxt olur. Bəli. Maşallah, həmişə olsun. Bəli. Çox vaxt yox, həmişə olsun elə. Hə. Hə. Baxıram hər gün sizə baxıram. Bir prosta imkan düşüb əlimə məzuniyyətdəyəm. Ah, İmkan düşüb əlimə hər gün sizə baxıram. Sevinirəm sizə hər gün səhər ekranda görəndə. təşəkkürlər. Nə iş görürsünüz, nə işləyirsiniz? Mən Qardaş. Aha. uşaq bağçasında tərbiyəçiyəm, 40 ildir oğlum. Bəh. Deyin ki, Bəli. daha uşaqların heç vaxt ömür boyu yadından çıxmayacaq müəlliməsiz ki. Bəli. Hə. Elə uşaqlardan oğlum ki, indi onların uşaqlarına baxıram mən. Aha, ay maşallah, işinizə qüvvət versin. Onların nənəsiyəm. Allah can sağlığı versin sizə. Sağ olun. Buyurun, nəsə sualınız vardı? Yox, elə belə sirə danışmaq. Əcəb elədir, Sevinç xanım. Doğrudan çox xoşdur. Həqiqətən Sağ ol. xoşdur. Baxın, Sağ ol oğlum, söhbət çox sağ ondan olun. getmir ki, birbaşa zəng İşiniz edəsiniz. uğurlu olsun həmişə. Minnətdaram. Neçə ildir artıq məni izləyirsiniz? 41-ci ildir. Yox, mənim heç özümün 41 yaşım yoxdur. Bəli, necə ki, oxumağı qutardım, girmişəm işə, eyni bağçadayam. İndiyə qədər 41-ci ildir. Ora mən işə gedəndə ən cavanı mən idim. İndi ən yaşlısı mənim. Ay maşallah. Allah sizə can sağlığı versin. Sağ olun, Hələ sağ olun. bundan sonra inşallah bir 40 ildə gedəsiz. Onu Allah göstərər. Allah kərim Siz inşallah. uzaq deyil, yəni yaxınıq siz tərəflərə. Yeni Suraxanıda aeroport yolu üstündə Göyərçin bağçasında işləyirəm. Aha. Sevinç xanım, dünən belə bir Bəli. sual vermişdim. Demişdim ki, həngamə nədir? Heç bilirsiniz həngamə nədir? Həngamə yönün aləm qarışır bir-birinə, qarmı qarışır. o düzdür. O barədə biz onu o formada istifadə eləyirik, amma mətbəxdə bu nəyin adıdır? Onu daha bilmirəm balamsa. Onu deyə bilmərəm. Hə, onu bilmədiniz. Olsun. Bəs mətbəxdə elə bir alətlər varmı ki, onun adını hər kəs başqa cür deyir, siz başqa cür deyirsiniz. Məsələn, bizim evdə Hano, bax buna hər kəs nə deyir? Bu çömçədir də, düzdür? Çömçəyə Hə. bizdə abgərdan deyirlər. Hə. Bəs siz nə deyirsiniz bu çömçəyə? Mən kömçə deyirəm. Abgərdan sözü işlətməmisiniz. İşlədirik də elə belə arada. Hərdən bir olur. Hərdən bir olur, hə. Aha. Təşəkkürlər Sevinç xanım zənginiz üçün. Sağ olun, Minnətdaram. çox sağ olun. Hər gün olun. baxıram, nə qədər evdəyəm baxacağım. Təşəkkürlər, var olun. Sağ olun, Baxın, sağ olun. bizi izləyin və Space televiziyası ümumiyyətlə son dövrlərdə, son zamanlarda artıq bir çox izləyicinin, bir çox tamaşaçının sevgisini yenidən bərpa etməyi və bunu daha ali səviyyədə bərpa etməyi bacarır, öhdəsindən gəlir. Nəyə gördürəm? İndi o bəzi müğənnilər kimi sözüm indi inciməsinə izləyirlər həmişə. Eyni sözü hər bir kanalda demək kimi çıxmasın. Yəni bunu artıq məni neçə ildir izləyirsiniz bilirəm. Bilirsiniz ki, nə qədər səmimiyyət, nə qədər düzgünlük və nə qədər işdən gələn sözlərdir hər biri istifadə etdiyimin. Və bu həqiqətən də belədir ki, hələ mən özüm məktəbə gedirdim. Hələ mən özüm o uşaqlıq vaxtlarını yaşayırdım. Allah bütün dünyasını dəyişənləri rəhmət etsin. Anam hər gün səhər Space televiziyasını yandırardı və bizim evdə ən çox baxılan kanal da elə Space televiziyası idi. İllər əvvəl. Və baxırdın ki, o
klassika, ümumiyyətlə nə olursa olsun, hər bir nüansda, hər bir xüsusiyyətdə insan klassikanı axtarır. Yeməkdə də klassikanı axtarırsan, geyim tərzində də klassikaya geri qayıdırsan, avtomobildə də nə qədər müasir ötürücülü, avtomat ötürücülü, müasir başqa ötürücülü avtomobillər olsa da, amma yenə də həmin o əl mexaniki maşınlar görürsən hər bir kişi üçün, hər bir bəy üçün başqa bir ləzzət gətirir. O sürətləri bir-bir ötürmək, onu daha rahat Yəni yenə də klassika başqadır və klassika deyəndə də klassik bizim kanallardan olan Space televiziyası da bax burada adını çəkmək yerinə düşər və mən də klassik şirniyyatlardan olan almalı pirokumu hazırlayıram. Almalı pirokun divarlarını hörürəm. Künclərini. Aha. Bunun üstünü istənilən formada bəzəyə bilərsiniz. Yenə də zövq məsələsidir bu. Amma heç nəyə görə narahat olmuyor. Ürəyiniz istəyir dairəvi formada edin. Ürəyiniz istəyir boğça formasında edin. Əsas odur ki, mən sizə bütün yeməklərin əsasını göstərirəm. Bax, bu xəmirin əsası, bu pirokun əsası bu formadadır. Bu almalı pirokdur. Qabın kənarlarını yağlamağa ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Bəli, əhsən operator. Komanda maşallah artıq yavaş-yavaş hamısı kulnar oldu. Deyir ki, xəmirin əsas hissəsi yağda axı. Bəli, orada 200 qram yağ var. Xəmir yağlı xəmirdir. Və yavaş-yavaş necə Cabir? Eşitmədim. Aha, olar. Bax, rejissorumuz da. Hələ siz rejissorun bazarlıq eləməyini görəsiniz. Rejissorumuz bazarlıq edəndə o qədər ingrediyentlərə incə davranaraq, o qədər belə dəqiq, seçimcil, qiymət fərqlərinə diqqət edir. Ümumiyyətlə, istənilən ailə başçısı həmişə bu qiymət məsələlərinə diqqət etməlidir. Düzdür? Daha çox xanımlar inanmıram. Xanımlar baxırlar ki, hə, Ağakərim bunu göstərmişdi, bunu götürürəm, alıram. Baxmır qiymətinə ki, bəs qiyməti nə qədərdir. Amma kişilər alanda baxır ki, bu unun 2 kiloqramına 3 manat verməkdənsə, kiloqramı 48 qəpikdən alsam çəkilə. Daha sərfəlidir. Bilməm, indi biz tərəfdə 48 qəpikdir. Hə, unun kiloqramı 48 qəpikdən alıram. Deməli, apple pie İngilis dilində almalı pirog və almalı pirogu da divarlarını düzəltdim, hördüm. İşliyə keçək. Bu xəmir hələ bizə lazımdır. Bu xəmirdən biz nə edəcəm? Bunun üstü üçün belə barmaqlıq formasında düzəldəcəm. Əla xəmirdir. Və bu xəmiri də soyuducuda saxlaya bilərsiniz. Bir zəngimiz də var. Alo. Salam, sabahınız xeyir olsun şef. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun, var olun. Sizin dinləyicilərə, tamaşaçılara bəxş elədiyiniz o təbəssüm, o xoş sözlər, ağıllı məsləhətlər, faydalı məsləhətlər hamımıza çox xoş təsir bağışlayır səhər-səhər. Bəh. Buna görə sizi tərbiyə edib böyüdən anaya təşəkkür edirəm. Var olun. Çox sağ olun. Bir də sizdən də xahişim var. Kiminlə danışırıq? Zərbani də Binəqədir rayonundan. Kim? Zərbani. Bəh. Nə qəşəng addır bu, nə qeyri adı, Qəşəng günləriniz olsun şef. Adının mənası nədir? Deyilənə görə bu bizim əslimiz Tehranlıdır. Aha. Deyilənə görə zərin ilkidir, ilk zər. Hə,
deyirlər. Bəh. Mən belə eşitmişəm, belə. Çox qəşəng və qeyri-adi addır. Həqiqətən də adınızı ailədə başqa daşıyan varmı? Bir oğul nəvəm var, adı Heydərdir, əlaçıdır. Aha. Hələ ki qız nəvəm yoxdur, olsa adı verərəm ona. İnşallah. Allah nəsib qismət eləsin inşallah. Allah Mən nəsib. Binəqədi rayonunda böyük işlər görürəm. Acı verirsiniz. Böyük işlər görənlərdən biri də mənəm. Aha. Yəni ki, Binəqədi rayon Əllər Cəmiyyətinin sədriyəm. Maşallah. Bəs mətbəxdə necə? Böyük işlər görə bilirsinizmi? Deməli şef, mətbəxdə çox böyük sevgi ilə bir günü axşama qədər, günortaya qədər yeməyə sərf edirəm. Aha. Günortanı da məsələn yavaş-yavaş qoyuram, hazır olsun. Axşam yeməyini də hazır edib qoyuram. Sonra xırda paltaryana, qabyana vaxt sərf edirəm də, xırda. Ay Zərbani Vaxtım az xanım. olduğuna görə belə günortanı da axşam yeməyini də eyni vaxta sağlam. Zərbani xanım, Bəli. maraqlıdır ki, belə yaxınlar, tanışlar, qohumlar, qonşular kimlərsə deyirmi ki, Zərbaninin bir dənə piroqu var ki, Zərbani bir küftə tutur ki, Zərbani bir paxlava bişirir ki, nəyi? Bax, xüsusi hazırlayırsınız, belə adınızla tanınacaq dərəcədə hazırlayırsınız. Əsasən biz bu cənub zonasındanıq əslimiz. Aha. Əslimiz cənub zonasındandır. Əslimiz Lerikdəndir, burada dünyaya gəlmişik. Hə. Bizdə bu ləvəngidə, əsas ləvəngidə aşdır. Müxtəlif aşlardır, ləvəngidir. Ləvəngini də hər adam bir cürə hazırlayır. Ha. Adam var qovurur, hazırlayır. Mən məsələn ümumiyyətlə qovurmuram. Mən qozu da əzirəm, soğanı da əzirəm. Və siz necə edirsiniz onu? Mən onu sizdə görmüşəm. Aha. Sonra mən keçdim sizin metoda. Hə. Bizim metoddan da istifadə elədim. Hər ikisi yaxşıdır, amma sizin metodunuz daha yaxşıdır. Bəh, çox sağ olun. Bax, belə xoş sözü görə. Sualınız da vardı nəsə, Zərbani Tez xanım. hazırladığıma görədir. Yəni, keçdim sizin metoda. Mən sizdən bir xahişim var. Buyurun. Bu televiziya vasitəsilə deyirəm ki, həm tamaşaçılar, dinləyicilər eşitsin, həm bəzi yemək süfrəsinə, yemək işlərinə baxan bu aparıcılar eşitsin. Aparıcıların çoxsu, hansı ki bu süfrə işinə baxırlar, bu yemək pişirirlər televiziyada, əksəriyyəti saçları açıq olur. Aha. Saçları açıq olur, çoxsunun uzun dırnağı da olur, saçları da açıq olur. Mən televiziya vasitəsilə çox xahiş edirəm ki, yemək pişirən qadının gələk saçları yığılmış başlıqsız, saçları bağlı olsun. Nəinki qadını, elə bəylər də. Çox sağ olun, Zərbani xanım. Gözəl Metrə yarım saqqalı var, yemək pişirir. Bəli. Təşəkkürlər zənginiz üçün. Bax, belə xoş sözləriniz üçün, dəyərli fikirləriniz üçün minnətdaram sizə. Bu həqiqətən də belədir. Düzdür, heç kəsin işinə qarışmıram. Hər kəsin özünün bir baxış dərəcəsi var. Hər kəsin özü bilər. Amma ümumiyyətlə mətbəx verilişləri, mətbəx təbliğ edərkən hər kəsə deyirəm və kimsə məndən məsləhət istəyəndə rahatlıqla gedirəm, hər kəsə əl uzadıram, rahat-rahat bütün mətbəx verilişlərinin qurulmasında, gedişatında, yeməklərin reseptində, dəsturlarında hər kəsə də dəstək oluram və həmişə də mən əlimi qaldırıram, deyirəm mən hər zaman sizinləyəm. Hər zaman kimə nə lazımsa, bu rəqabət deyil, bunu mən rəqabət kimi görürüm. Kimə nə dəstək lazımdırsa, onu da göstərəcəm. Onsuz da tamaşaçı kimi seçirsə, kimi istəyirsə, ona da baxır. Kim onun üçün maraqlıdırsa, ona da baxacaq. Əgər Ağakərim bir insanı qıcıqlandırırsa, ona baxmaq istəmirsə, Ağakərimə onda baxmayacaq. Əgər başqa birinə baxmaq istəyirsə, başqa birinə baxacaq. Yox, əgər Ağakərimin dediyi bir dəfə onun üçün yaxşı olsa, maraqlı olsa, o daima da elə Ağakərimi izləyəcək. Necə ki 14 ildir izləyir. Var olsun bizim tamaşaçılarımız, izləyicilərimiz və onu da deyim ki, xüsusən mən milli mətbəximizin həmişə tərəfindəyəm. Milli mətbəximizi qoruyuram. 44 günlük vətən müharibəsi dövründə də Azərbaycanın unudulmuş, xüsusən Qarabağ mətbəxinin unudulmuş yeməklərini nümayiş etdirmişəm və buna görə də xüsusi təşəkkürlər də almışam. Bunlar hamısı bir kənarda, amma əsas o söhbət təşəkkürdən, sertifikatdan və yaxud da diplomdan, bunlar təbii ki, diqqət olduğu zaman insana ləzzət edir. Amma
mən bir vətənpərvərlik ruhumu göstərmişəm. Mən bir vətən oğlu olaraq öz borcumu yerinə yetirmişəm. Kimisi səngərdə, kimisi ön cəbhədə döyüşərkən, bizim də öz səngərimizdə döyüşdüyümüz və özümüzün bir çömçəmizdən olan bir silahımız var. Biz də öz nitqimizlə, sözümüzlə, əlimizin zəhməti, əməyi ilə mübarizə aparmışıq. Necə ki, lavaşımızın, dolmamızın və bu minvalda olan bir çox qidalarımızın Azərbaycan mətbəxinin olmasını sübut edərək bunlar UNESCO-nun qeyri-maddi mədəni irsinin qorunması siyahısına salınıb və əməyi keçən hər kəs var olsun, unutmayın ki, Azərbaycan mətbəxini nümayiş etdirərkən bu qızıl qaydanı unutmursunuz, bu qaydanı unutmursunuz. Mədəniyyət qanununun 37-ci maddəsi ilə Azərbaycan mətbəxi qorunur. Onu heç kəs dəyişə bilməz. Əgər nə isə hazırlayırsınızsa, yarpaq dolmasının içərisində quzu əti, qoyun əti verilibsə, bu qayda bu formadadırsa, bunu bu formada təqdim edin. Əgər onu siz öz zövqünüzə uyğun olaraq dəyişib içinə duyuq ət qatırsınızsa, deyin ki, əslində bunun tərkibində qoyun əti, quzu əti olmalıdır. Sadəcə olaraq mən zövqümə görə və yaxud da təzyiqi olan insanlar var ki, dolma istəyirlər, amma qoyun əti yeyə bilmirlər. Və yaxud da qoyun əti yeyə bilməyən insanlar var ki, onlar üçün fərqli bir dolma hazırlamaq istəyirlərsə, o zaman dəyişib onun içərisindəki əti toyuqla edə bilərlər. Bu fikri bildirmək lazımdır. Çünki bir dost var, düşmən var, kimsə görər, deyər ki, hə, orada Azərbaycanda televiziyada bunu nümayiş etdirmişdilər, toyuqla idi, deməli bu toyuqla ola bilər. Amma əsas qayda, əsl qayda bunlar unudulmamalıdır. Bəh. Hə, bu bir balaca vaxt aparandır. Bunu içliyi deməmişəm, bağışlayın, içliyi. Deməli, alma pirokunun içliyi necə hazırlanır? Sağ olsun, redaktorumuz mənə xatırlatdı onu. Deməli, içliyi hazırlamaq üçün 6 dənə turşa şirin alma götürürük. Turşa şirin almaları nərd boyda doğrayırıq. Daha sonra onların üzərinə darçın əlavə edirik. Daha sonra onun üzərinə darçın əlavə edirik. Şəkər tozu. Necə yadımdan çıxıb. Şəkər tozu qatmamışam. Mətbəxdə hər bir şey ola bilər. Qatmışdım şəkər tozu, yoxsa yox. Dəqiq. Baxın da. Nə dadlıdır. Darçın, kişmiş, alma. Geri bağışlayasam. Heç olmaz. Mətbəxdə hər bir şey ola bilər. Əsas odur ki, heç vaxt əhvalınızı pozmayın. Hətta peşəkar insanlarda belə nəsə yadından çıxa bilər. Normaldır bu. Mətbəxdir, narahat olmayın. Heç nə üçün narahat olmayın. Əsas canınız sağ olsun, canınız sağlam olsun. Vəssalam. Birdən şəkər yadımdan çıxsaydı, elə bişirsəydim nə olacaqdı? Şəkərdən qəşəng bir karamel hazırlayacaqdım. O karamelə bir balaca kərə yağ əlavə edəcəkdim. Yəni şəkəri əridib. Ona bir balaca qaymaq qatacaqdım. Və bu pirokun üstünə ləzzətli bir sos əlavə edəcəkdim. Olacaqdı mükəmməl. Mətbəxdə çarəsiz heç bir şey yoxdur. Allah, desin zəngimiz var. Aha, birazdan qoşarıq. Çünki birazdan reklama da ayrılacaq. Həm də danışığımız yarımçıq qalmasın. Aha, mən bunları əlavə edirəm bura. Üstünü barmaqlıq formasında, istəyirsiniz əl işarəsi formasında, necə ən istəyir, o formada da yığa bilərsiniz. Və mən bunun üstünü bağlayım. Siz də bir qısa reklam izləyin, çox qısadır. Bizdən ayrılmırsınız, Space TV-də Dadlı Səhər davam edəcək. Yekunlaşdırdım. Bax, burada xəmirlər qaldı. Bu xəmiri nə edirəm? Bunu israf eləmirik. Bunu da bax, belə qəşəng kündəliyirəm. Saxlayıram.
Saxla zamanı, gələr zamanı. Bəli, göndərəcəm dondurucuya. Dondurucuya göndərəcəm ki, bu mənim üçün lazımdır. Bundan nə eləmək olar? Qəşəng sualdır, əla sualdır. Bundan roqalik eləmək olar. Roqalik, mutaki, roqalik. Onlar mutaki şamaxı mütəkkəsi. Bəh. Mütəkkədir də, mutaki mütəkkə. Şamaxı mütəkkəsi hazırlaya bilərsiniz. Bunu göndərim dondurucuya. Qalsın, nə vaxtsa kurabiyə də hazırlamaq olar. Bəli, kurabiyə də hazırlamaq olar. Bunu göndərim sobaya. Almalı pirokumuz getdi istirahətə. 190 dərəcə verişin sonuna qədər hazır olacaq. Deməli, indi keçirəm şorbaya. Bunu göndərdim dondurucuya. Bəh. Deməli, toyuq şorbasını hazırlayım. Toyuq şorbası üçün nələr lazımdır? Masamızı əvvəl tam olaraq silim, təmizləyim. Bəzən spirtlə silirlər masanı. Çox vaxtı spirtlə silirlər. Spirtlə siləndə, bilirsiniz, istər-istəməz masanın üstünə qida toxunur. Və qida toxunanda zəhərlənmə verə bilər. Ona görə də ehtiyatımızı saxlayırıq. Ən yaxşısı sirkədir. Alma sirkəsi. Tökürük masanın üstünə bir balaca. Soda da əlavə edə bilərsiniz. Soda o vaxt əlavə edə bilərsiniz ki, orada artıq qalın ləkələr var. Həm öz nəfəsimizə xeyirdir. Sirkənin təbii ki, qoxusu. Həm beyni belə deyil, ayıldandı. Həm mikroblardan təmizləyəndə, həm də bütün mənfi qoxuları, mənfi enerjiləri oradan qaldırandır. Mənfi enerji demişkən, mənfi enerjidən uzağıq, negativ enerjidən uzağıq və biz pozitiv enerji dolu mükəmməl bir şorba hazırlayırıq. Bu şorba üçün mənim ürəyim gedir. Bu şorbanın dadı tamam fərqlidir. Bu şorbadan bir qab yeyən deyir ki, yox, bu nəsə az oldu. İkincisini də ver. Odur ki, közdə bişirilmiş biberlə toyuq şorbası. Bu şorbanın hazırlaması üçün nələr lazımdır? Bunları bir deyirəm. Sadə ingrediyentlərdir. Düzdür, közlənmiş və yağda saxlanmış biberlər satışda var. Amma o bir balaca bahadır. Qiymət baxımında. Yəni, ən yaxşısı biberi alırsınız, qırmızı biberi. Bir balaca közləyirsiniz, pörtlədirsiniz. Üzərindən də bir balaca zeytun yağı əlavə edirsiniz. Bax, necə ki, mən eləmişəm belə. Bu formada elədiniz, qabıqlarını soydunuz, tərtəmiz, qəşəng qaldı. Toyuğun sinə əti, pomidor salçası, biber salçası ilə lap əla olur. Sonra kəvərzoğu, bu sözü ona görə deyirəm ki, çox vaxt bu adla məşhurdur ona görə. Buna luk pare deyirlər. Ona görə dedim bu sözü ki, bu sözlə, bu adla çox məşhurdur. Amma bunun adı kəvərzoğudur. Kəvərzoğudur bu. Bildiyimiz kəvər, amma bu kəvərzoğu xüsusi bir becərilir. Sarımsaq bir diş, şüyüd, ən sonda əlavə edəcəm. Və qəşəng bu şorbanı hazırlayaq. Bir də mənə lazımdır xırda verməşil. Xırda verməşildən də əlavə edəcəm. Xırda verməşil çox lazım deyil. Harca bir xörək qaşığı kifayətdir onun üçün. Soğan yoxdur, o maraqlı fikirdir. Soğan yoxdur. Doğrudan ha, niyə? Görürsən, soğan niyə yoxdur? Var. Kim deyir yoxdur ki, deyil burada. Sadəcə olaraq biz bu kəvərzoğunu biraz fərqli texnologiya ilə istifadə edəcəyik. Şorbamızı hazırlayırıq. Bu şorbanı uşaqlara, niyə vermək olmur ki? Uşaqlar elə sevirlər bu şorbanı. Mən öz uşaqlarımdan deyə bilərəm ki, o uşaqlar çox sevirlər. Çünki közlənmiş biber var, közlənmiş biber maraqlı dadı verir. Toyuğun sinə əti
Toyuğun sinə əti elədir ki, onu nə qədər yusan, yenə də yulmaq istəyir. Ona görə biraz ehtiyatımızı saxlayırıq həmişə. Yaxşı-yaxşı yuyub təmizləyirik onu. Kifayətdir. Toyuğu istifadə etməmişdən qabaq mən bu yaxında öz Instagram səhifəmdə o barədə bir paylaşım eləmişdim. Təxminən tam indi yadımda deyil. Harca 1 milyona yaxın baxışı vardı onun. Instagramda ya hələ ya 1 milyona yaxın bir baxışı vardı onun. Və bu nə idi? Toyuğu istifadə etməmişdən qabaq gərək onu 2 saat duzlu suda saxlayasan. Təbii ki, orada fərqli-fərqli fikirlər yazanlar oldu ki, 2 saata qədər biz acından bitər olarıq. Nə bilim, düzdür, ümumiyyətlə sosial şəbəkələrdə elə fərqli fikirlər yazıb, biraz belə fərqlənmək istəyənlər çoxdur. Onlara təbii ki, heç zaman fikir vermirsiniz. Mən hər zaman elə insanları sadəcə olaraq uzaqlaşdırıram. Çünki əsas lazım olan məhz faydalana bilən insanlardır. Mənə o auditoriya lazımdır. Vaxt ötürmək istəyən, vaxt keçirmək istəyənlər yox. Və ona görə duzda saxlayırıq ki, toyuqda bilirsiniz də ən zərərli ət növüdür bu toyuq. Və onun üstündəki o bakteriyaları məhvi üçün duzda saxlanması mən deyirəm mütləqdir. 10% qədəri ilə duz götürürsünüz. Sanki 1 kiloqram toyuq üçün 10% miqdarda xorək duzunu götürdünüz və bunları təmizləyin. Hə, mütləq təmizləyin, mən də təmizləyirəm. Bunları məsləhət görmürəm yeməkdə istifadə etmək. Filenin üstündə bax belə yağlar olur. Mən həmişə onları təmizləyirəm. Nə olsun ki, şorbadır. Amma daha yaxşı olmalıdır. Bunu nazik-nazik doğrayırıq. Taxtalarım ayrıdır. Siz də çalışın, taxtaları həmişə ayrı edin. Hə, bir də onu deyirlər ki, toyuğu yumaq olar yoxsa yox. Bəziləri deyir, yumazlar ümumiyyətlə. Nə deyirsiniz, deyin. Bax, göbələk üçün deyirlər, yumazlar. Ət üçün, iri buynuzlu heyvan əti, qırmızı ət üçün deyirlər, yumazlar. Toyuq üçün deyirlər, yuma. Ümumiyyətlə, son zamanlar bu müasir mütəxəssislər bəzi fikirlər çıxardırlar ki, o fikirləri əksini, onlara görə əksini ömür boyu hər kəs edib və heç kəs də ondan zərər görməyib. Yəni, bu toyuğu niyə yumyasan axı? Bu toyuq kəsilir, kəsiləndən sonra hansı suyun içərisinə salınır, o suyun içərisində onun tükləri təmizlənir. O tüklər təmizlənəndən sonra orada nə qədər çirkli bulaşıqlar olur, ona görə deyirəm sizə. O hara qoyulur, hara atılır, ondan sonra hansı avtomobildə, hansı formada bazara gedib çatdırılır, bazarda necə olur, bazarda onun üstünə milçək qondu, onun üstünə hansısa bir həşərat gəldi qondu, bazarda onun üstünə toz qondu, bazarda kimsə öskürən yerdə onun ağzından çıxan o öskürtü, o hava həmin o toyuğa yapışdı, nə bilirsən axı? Ona görə də yumaq mütləqdir, bütün ərzaqları yumaq lazımdır. Ay göbələyi yuma, nə bilim, göbələyi artdı, aktivləşdi. Toyuğu yumağa bakteriyaları hər yeri yayıldı. Əti yumağa dadı getdi. Əzizim, bunları unudun. Sağlamlıq təmizlikdə, paklılıqdadır. Niyyətdədir. Niyyətiniz pak olsun, niyyətiniz sağ olsun. Deməli, toyuğun sinə ətini nazik-nazik qəşəng doğradım. Bura yağ. Zeytun yağı əlavə eləyərdim, amma qazanım çox istidir, qaynardı. Zeytun yağının istilik ötürmə əmsalı yüksəkdir. Ona görə də o tez tüstülənə bilərdi. Əgər yağ tüstüləndisə, vəssalam. Artıq onda zərərli xüsusiyyətlər baş qaldırır. Baxın, toyuğu doğradıq. Mənim taxtalarım da ayrıdır. Bax, toyuq üçün sarı taxtam var. Onun bıçağını başqa bir ingrediyentdə istifadə etməyəcəm. Bu gedir artıq bir kənara. Onda istifadə etdiyimiz əlcəyimizi də çıxardırıq. Əlcəyimiz yoxdursa əllərimizi yuruq. Baxmayaraq ki, toyuğu yudun, yumadın. Əsas bu qaydalara fikir verin ki, toyuğu doğradığınız taxta ayrı olsun. Məndə rəngbərəngdir taxtalar. Bunları da elə belə görüntü üçün götürməmişəm ki,
qəşəng görünsün, fərqli görünsün. Nə bilim, taxtalarım çox olsun. Xeyr. Bunun bir açıqlaması var, təbii ki. İndi bu barədə də deyəcəm. Yaşıl taxtada yalnız və yalnız tərəvəzlər doğrayıram. Sarı taxtada toyuqları doğrayıram. Qırmızı taxtada iri buynuzlu və xırda buynuzlu heyvan ətlərini doğrayıram. Ağ taxtada isə bu nə üçündür? Göbələk, pendir, göbələyi olan, ağartı yox, göbələk olan, bax pendirin özündə də göbələk var da, düzdür? Göbələk olan məhsulları bunu da doğrayıram. Ya da ki, ayırırsınız bunu, tamamilə çörək üçün doğrayırsınız. Düzdür, çörək üçün bu yox, çörək üçün daha çox taxtalardan istifadə olunur. Yəni, taxta formada olan. Bu qaydalara diqqət edəndə, yox, əlbəttə yox. Göbələk, rejissorumuz qəşəng sual deyir, bəs göbələk tərəvəz deyil ki. Göbələk ümumiyyətlə sinif olaraq tamam ayrı bir sinifdir. Göbələklə ehtiyatlı olmaq lazımdır ya. Düzdür, indi bazarda daha çox şampinyondur. Şampinyonun qorxusu yoxdur. Amma göbələklər bişirəndə mənim ən çox sevdiyim göbələklə porcini. Porcini göbələyim başqa ləzzətdir. Onu pastada istifadə eləyəsən, pasta nə yapar? Pasta demişkən, bizim prodüserimiz, verilişin prodüseri Elman bəy çox sakit, mədəni, operativ, dəqiq, istənilən bir məsələdə sadəcə deyirsən ki, Elman, bilirsən, əslində bu yox, bu olsaydı, yox, səsini çıxartmır, heç nə demir. Demir, yaxşı həll edərəm, demir, yaxşı mənlikdir. Bir də gördün, Elman yoxdur. Elman yoxdur və o məsələ həll oldu. Sevirəm bax belə xüsusiyyətləri. O adam makaron, spagettini çox sevir pastaları. Mən də dedim deyəm. Mən indi sənə üçün bir pasta hazırlayacağım ki, heç bir İtaliyalı gəlib o pastadan hazırlaya bilməz. Yeməyimi bitirən kimi dərhal sənin üçün o pastadan hazırlayacağım. Kəvər! Ay son. Öyle doğramaq olmaz. Tak. Ne olur? Bıçaq kütləşir. Ona görə də bunun qaydası var axı. Barmaqlar yavaş. Çəkilin kənara. Dostlar, çəkilin kənara. Son. Barmaqlar yavaş o ərzağı bıçağın altına ötürür. Bıçaq da iti dişləri ilə onu xırdalayır. Kəvər getdi toğların üstünə. Allah! Sabahınız xeyir. Sabahınız xeyir. Günün uğurlu olsun, 2026 düşərli olsun. Bəh, amin. Sizə Zəngilan rayonundan Bayramı Qarabbas var, 74 yaş. Ay maşallah. Allah can sağlığı versin. Veriliş olanda mən sizi diqqət edirəm. Məni efirə qoşan bacıoğlu da salamlayır, bayramı təbrik edirəm. Həqiqətən də çox maarifləndirici veriliş apardı və hər bir cümlə böyük bir imtihan kimidir. Teşekkürler. Siz orada hal-hazırda baxıram, siz orada soyuğun dərisini çıxarsınız və o əhti necə lazımdır. Və birinci sualım sizə budur. O soyuğu mən nedər ki, mağazına aldım, və bazarda aldım, gətim. O neçə gün xaracında qalsa norma ola bilər və təhlükəsi bir yemək pişmək olar. Sizdən xahiş edirəm bu sualı və o gün olsa siz Zəngilanda dəvət edin, Zəngilanda bir qəşək quzu pilavı pişirərsən yeyək, olar? Əlbəttə, məhəbbətlə, sevgi ilə, inşallah mütləq gələcəm. Mənim onsuz da gələcək planım indi önümüzdəki günlərdə, dekabr ayında getməliydim. Alınmadı, inşallah önümüzdəki günlərdə bu ay ərzində getməyi planlaşdırıram əslində, görək alınsa. Xankəndiyə getməliyəm. Çoxdan da oraları görmək istəyirəm. Gələcək yolun açıq olsun. Təşəkkürlər. Çox sağ olun. Çox maraqlı fikirlərinizə görə, çox maraqlı sözlər. Mən hal-hazırda kuxunanda bir də bir söz soruşum sizdən. Buyurun. Bu indi mən baxıram, o ərzəkdən istifadə edirsən, düzdürmü? Bəli. O ərzək ki, istifadə edəndən sonra təkrar istifadə eləmək olmaz, düzdürmü? Ya yox. Bəli, əlbəttə.
Dəyişmək lazımdır, mütləq. Nə arzuları satasan. Mütləq onu dəyişmək lazımdır, mütləq. O pandemiya dövründə bəzi insanlar maskaları istifadə edəndən sonra Təşəkkür onu... ederim, sağ ol, var ol. Çox sağ olun, çox sağ olun. Onu yuyub təzədən qurudurdular ki, yenidən istifadə edeyim. Əlcəklər bu bir dəfəlikdir və bir dəfə istifadə olundu və salam, onu atırıq bir kənara. Qaldı ki, toyuq məsələsinə. İndi bazardan aldığınız toyuqları, xüsusən broilerləri, təbii kənd toyuğu alanda, məsələn, mənim Maşdağada bir nəfər var, gedirəm ondan toyuq alıram, Şahin, qəşəng mənim üçün kəsir, gözümün qabağında. Gözümün qabağında dedim, mən baxa bilmirəm. Bir dənə onu deyim, heç vaxt mən baxa bilmirəm. Bir dəfə bir hinduşkanı kəstirəndə necə gözüm gözünə baxdısa, mən indiyə qədər hinduşka əti yeyə bilmirəm. Həqiqətən ha. Mən ümumiyyətlə, dünən balıq alırdıq komanda ola birlikdə. O balığı tutdu, o balığı tutanda artıq mən özümü çevirdim, geçdim o yana başqa bazarlığa demək ki, balığın tutulmağıdır, onun belə deyək, artıq o can verir, onları görmüyorum. Nə bir baxa bilmirəm onlara. Amma toyuğu, kənd toyuğu olsa, təmiz bildiyiniz həyətdən, bildiyiniz adamdan aldığınız toyuq olsa, o toyuğu soyuducuda, müsbət hərarət olan hissədə 3 günə qədər saxlaya bilərsiniz. Yox, əgər marketdən, mağazadan almışsınızsa, 6 saatdan artıq saxlamağa məsləhət görmürəm. Artıq ağırlaşma gedir onda. Artıq dadı dəyişir. İndi bir çox marketlərdə görürəm, təzə adıyla bax satırlar toyuqları. Özüm də bir-iki dəfə almışam. Hətta bu yaxında aldıq. Sonra gördüm, əməkdaşlar dedi ki, bu bir balaca nəsə ağırlaşmış qoxu gəlir. Onlar olur elə bir hallar. Hələ su tökmür, hələ yox, hələ yox. Redaktorumuz deyir ki, bəs su əlavə etməyək. Yox. Şorbanın üstünə bir də görürsən ki, köpük gəlir. Şorbanın üstünə köpük gəlibsə, bu nəyin göstəricisidir? Bu, məhz şorbanın içindəki ingrediyentlərin yaxşı qovrulmamasının göstəricisidir. Xeyr, çiğ su deyil, qaynadılmış su deyil. Bunların o qədər də təsiri var təbii ki. Amma yaxşı olar ki, bax, bu ingrediyentlər yaxşı qovrulsun. Bu aralar yaman xəstəliklər gəzir. Dünən mən solmaz çiçəyindən danışdım. Və solmaz çiçəyi doğrudan qəşəng təsir göstərir. Amma yenə çox da içməyəsən. Həkimlə bir məsləhət edin. Deməli, közlənmiş bibərlə şorba hazırlayıram. Bu şorbanın hazırlanması üçün toyuğun sinə ətini qəşəng belə nazik doğradım. Nazik doğradım nəyə görə? Çünki burada xırda vermişini əlavə edəcəm. Əgər mən ona belə makaron əlavə etsəydim, onda onu 4 günc doğrayacaqdım. Vermişini çalışın, sona yaxın əlavə edin. Bu yavaş-yavaş pişməsində olsun. Şüydü də xırda-xırda doğrayıram. Üzr istəyirəm. Boğazım qıcıqlandı. Amma deməli, verməşini sona yaxın əlavə edirik. Nə vaxt əlavə edirik? Artıq şorbanı odun üzərindən ki, götürmək istəyirik. Şorba bəzən bizdə şorbaya, hətta filmlərin bəzilərində də bunu görürəm. Bu mənə çox incidir, düzün desəm. Çox narahat oluram. Çünki mənim sahəmdir, mənə aid olan bir hissədir. Və bu, belə bu formada olanda
Düzdür, dərhal zəng edirəm, etirazımı bildirirəm. Sağ olsunlar, hər kəs də hər zaman hörmətlə yanaşır və şorbaya bəzən çorba deyirlər. Türkiyə türkçəsində çorba normal qəbul olunur. Azərbaycan türkçəsində çorba heç də yaxşı söz deyil. Çor bildiyimiz nədir? Çor. Ba isə su mənasından. O zaman bu çor suyu mənasıyla çıxır. Bu isə şorbadır. Şor su mənasıyla gedir. Bu şor suyun içərisində nələr var, onları göstərir. Əslində şorbalar qatı formada olur. Bəs bu şorbalar nə vaxtdan sonra gəldi, ortaya çıxdı? İkinci Dünya müharibəsindən sonra. Niyə görə? Çünki qidada müəyyən çatışmazlıqlar vardı, müəyyən ingrediyentlər vardı ki, onları tapmaq çətinləşirdi və məhz ona görə də böyük bir suyun içərisinə bir dənə kök, bir dənə balaca soğan, bir də sarımsaq, bir qaşıq verməşil tökürsən və 4-5 nəfər bu şorba ilə qarnını doyura bilir. Və ondan sonra da bu günə qədər bu şorbalar bax bu qayda ilə hazırlanır. Amma bizim özümüzdə, məsələn, şorbalar, hansı şorbalar var? Bizdə ərişdə şorbası var. Baxırsan ki, duru deyil ki, bu qatı formadadır. Bizdə düşbərə şorbası var ki, düşbərə şorbası da duru deyil ki, qatı və içində düşbərələr də var, xəmirlərdən və adamı tutumludur. Və o cümlədən də bir çox şorbalarımız var ki, hər birində qaynama başlayır yavaş-yavaş. Köpük var üstündə. Gəlin baxaq. Köpük var, yoxdur. Və bu nədir? Deməli, ingrediyentlər orada yaxşı şəkildə, doğru şəkildə qorulub. Qaynama başlayır. Mən ona verməşili əlavə edirəm. Bəzi yerlərdə verməşili ərişdə kimi yazırlar. Ərişdə kimi yazanda bununla da razılaşa bilməm. Çünki bu vermeçeldir. Vermeçel bu ayrı bir texnologiyadır. Ərişdə isə ayrı bir texnologiyadır. Vermeçel yumurta ilə hazırlanırsa, ərişdə sadəcə un, sudan ibarətdir. Kifayətdir. Şorbamız yavaş-yavaş pişməsində olsun. Mən keçirəm növbəti yeməyə. Növbəti yeməyim də çox qəşəng, maraqlı, fərqli bir yeməkdir. Bu yeməyi mən tələbəlik illərində öyrənmişəm. Bu günə qədər də onları o qayda ilə hazırlayıram. Çox qəşəng, maraqlı bir dadı var onun. Əla qəlyanaltıdır. İsti qəlyanaltı olaraq bunu hətta əsas yemək kimi də təqdim edə bilərsiniz. O zaman biraz iri formada bükmək məcburiyyətində olacaqsınız. Enchilados. Enchilados fast food, atüstü yeməklər sinifində dadlı, ləzzətli, fərqli yemək növlərindən biridir. Enchiladosu hazırlayarkən onun növləri də çoxdur. Bizi izləyənlərdən deyir, mən enchiladosu İtaliyada yemişəm, biraz fərqli idi. Meksikada mən enchiladosu gördüm, acılı idi. Enchiladosu Parisdə görmüşdüm, Parisdə onu fərqli təqdim etmişdilər. Onun üzərində pendir də var idi, içində də pendir var idi. Amma bizim enchilados tamam fərqli enchiladosdur. Deməli, burada hansı ingrediyentlər var? Nələr var, nələr? Qaymaq, pendir. Bu enchiladosun üst hissəsi üçündür. Daha sonra burada var. Daha sonra burada var cəfəri. Onun içərisinə əlavə edəcəm. Toyuğun sinə əti və biber, pomidor, bir də yer kökü. Bunları qəşəng qovurub lavaşın içərisinə qoyacağım.
Daha sonra isə onu qəşəng büküb dürmək kimi bükəcəm. Dürmək kimi bükəndən sonra həmin dürməyin üstünə yağ, qaymaq və pendir qoyub onu sobada bişirəcəm. Bir balaca ki pendir əridi üstündə kifayətdir. Pendir əriyəndən sonra qəşəng bir balaca gözləsəz ki, çünki pendiri sobadan təzə çıxaran kimi doğraya bilməyəcəksiniz. O dartılacaq, dağılacaq. Yaxşı olar ki, onu biraz, heç olmasa bir 10 dəqiqə gözləyəsiniz. Özünü tutsun. Elə ki özünü tutdu. Ondan sonra başlayıb onu kəsə bilərsiniz. Tavanı koyduq sobaya. Yüksək hərarətdə bişirirəm. Şorbamız da yavaş-yavaş hazır olur. Qobu bişməsində olsun və bəlkə şorbanın yerini dəyişək, məncə də. Məncə də, cənab rejissor. Rejissorumuz deyir ki, gəl şorba ilə tavanın yerini dəyiş. Biz onların necə qovrulduğunu daha rahat görək baş üstə. Bu da burada. Burada texnologiya başqadır. Əvvəl şorbada yağı tökdüm, yağın üstünü toyuq əlavə elədim, pörtletdim. Burada isə əvvəl toyuğu tökəcəm. Toyuğu bir balaca üstündə qat əmələ gətirəndən sonra onun üstünə yağ əlavə eləyib qovuracam. Piroqumuzdan nə xəbər var? Gör kimdən soruşuram. Cəmaət səndən soruşur ki, piroqdan nə xəbər var səndə? Baxaq. Bəh. Qoy biraz da qızarsın. Gözəldir. Qəşəngliyinə söz ola bilməz. Onu adam doğrayanda, onu yeyəndə, bir də məsləhət görəm ki, onu da isti-isti doğramayasınız. Bax, o hazır oldu ya. Hazır olandan sonra otaq hərarətində tamam soyusun. Soyandan sonra göndərin onu soyuducuya. Soyuducuda da biraz qalsın, heç olmasa 5-6 saat qalsın. Ondan sonra onu qəşəng doğrayın. Mükəmməl dadı olacaq. Baxaq, sabaha nə deyirsiniz dostlar? Deyirsiniz, sabah səhər gələn kimi qəşəng bir piroqla çay içək. Bax, əla olar. İndi də pis getməz, əlbəttə. Elə indi də pis getməz o. Deməli, toyuqları qəşəng pörtlədirəm. Pozitiv enerji dolu, dadlı səhər davam edir. Dadlı səhər Space televiziyasında həftə içi 5 gün saat 7:30-dan 9:30-a qədər sizinlədir. 012 510 84 34 bizim əlaqə nömrəmizdir. Sən gedib fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Məsləhət istəsəz məsləhət ala bilərsiniz. Keçirəm tərəvəzlərə. Tərəvəzləri xırda-xırda doğrayacağım. Toyuğa uyğun şəkildə. Toyuq biraz orada iri formada qalsın. Tərəvəzlər onlardan bir balaca xırda olacaq. Əvvəl soğan gəlsin. Soğan gəlsin. Bəh. Ha, soğanda soymuşuq. Dünəndən yarımçıq qalmışdı. Bunu atmamışıq. İstifadə edin. Mətbəxdə çalışın, ingrediyentləri israf etməyin. Bunlar neymətdir. Bunlar qidadır. Və hər bir qidaya incə rəftar etmək lazımdır, incə davranmaq lazımdır. Soğanı doğrayıram. Gözüm yanır. Demişəm axı, deyirlər ki, bir xain insanın, bir də paxıl insanın gözü tez yaşarar. Gözlərim yavaş-yavaş yaşarır. İstəmirəm bunu izləyicilər görsün. Qısa reklam arası, reklam arasından sonra buradayıq. Səhər Avropa, Asiya, Amerika, bütün dünya mətbəxini milli ruhda hazırlayırıq. Ağız dadımıza uyğun şəkildə hazırlayırıq. Enchilados, kökeritto, pomiretto, soğanitto və göyəritto olaylar birlikdə gəlir olur milli dadda, ləzzətdə. Təbii ki, bunu milliləşdiririk. Bu bir zarafat mənasında səsləndirirəm, deyirəm. Bu yanda da qəşəng şorbamız hazırlanır. Şorbaya sarkika ehtiyac yoxdur. Yox, sarkik əlavə eləmirik.
Amma duzu istəyir mənə. Deyir, ay ağa Kərim, bu duzu niyə əlavə eləmirsən axı bura? Bəh. Biz yenə də efirdəyik, dadlı səhər davam edir. Və 510 84 34 bizim əlaqə nömrəmizdir. Toyuğun əslində qara istiotdan acığı gəlir. Qara istiyotu görən gözü yoxdur. Mənim xoşum gəlir, mən əlavə edirəm. Onun xoşuna gəlməsi də olar. Alo. Alo, salam Ağa Kərim bəy. Əleykümə salam. Kiminlə danışırıq? Gülarə xanımla, Qərbi Azərbaycanlıyam. Bəh. Qərbi Azərbaycanlılar hər birinə salamlar. Bütün Azərbaycana salamlar. Bütün Azərbaycana salamlar. Amin sizlə belə. Bəli. Gülarə xanım. Bəli. Nə gözəl pozitiv enerji dolu, pozitiv səs tonuyla zəng etmisiniz. Kaş elə hər kəs bax belə pozitiv enerji dolu olsun və biz də məhz bunun üçün hər gün səhər tezdən 7:30-dan sizin qarşınızda oluruq ki, hər biriniz bax belə olasınız, səsiniz bu tonda gəlsin, pozitiv enerji dolu gəlsin. Biz də sizə baxırıq, uşaqlıq hamımız. Mən də sizə baxa burada əvvəllikli şorba pişirirəm. Bəh. Dünən demişdiniz, Qərbi Azərbaycanlı. İndi mən sizə baxa əvvəllikli şorba pişirirəm. İndi biz də qalaq baxa. Biz indi o əvvəlliyi hardan tapaq? Dünən Elmanla bir yerdə, prodüserimizlə bir yerdə düşdük şəhərin çöllərinə. Bu əvvəlliyi tapa bilmədik də. Nə ələyəz tapdıq, nə əvvəlliyi tapdıq. Mənə desəydiniz, mən gətirərdim sizə. Nə qəşəng, nə gözəl. Vallahi. Elə pişirib gətirərdim. Ya gələrdim orada hazırlayardım. Bəh. Biz onu yox demərik. Amma düzdür, yeməyi yox, yemək üçün əziyyət çəkmir. Amma əvvəli ələyəz ələ düşən deyil ha. Hə, özü də dağlardan yığılmış əvvəlikdir bizim əvvəliyimiz. Gülarə xanım, necə hazırlamısınız onu? Bir dənə o dəsturu bir balaca deyin də. Əvvəliklistin şorbanı mı? Aha. Mən elə bir Bir sümüyü dənə çox üzr istəyirəm. özüm Siz ona şeyləri. əvvəlik aşı deyirsiniz, əvvəlik şorbası deyirsiniz, yoxsa əvvəliyini isti deyirsiniz? Şorba deyirsiniz. Aha. Hə, getdik. Sümüyü alıram, o zinc deyirlər. Hə, zinglər. Zinci alıram, Oynaq hissələr, qaynadıram. şirəli hissələr. Kək otu, ət otu, hamısından lavnoris qatıram. Diqqət Onu edin, kək otu, ət otu. süzürəm, saxlayıram. Aha. Sonra isə onu süzdüm, sonra əvvəli istağa qoyuram, yuyuram, təmizləyirəm. Onun tozu torpağı tökülür. Sonra həmən suyu da ona soğanda tökmüşəm hamısına, yekə baş soğanlardan tökürəm. Sonra qoyuram ocağa. Əvvəli yuyuram, onu tökürəm. Sonra balaca kartoşka doğrayıram, xırda. Aha. Sonra onu əvvəliyini doğrayıram. Əvvəliyi əvvəlcədən isladırsınız da. Bəli, əvvəli isladıram, yuyuram, onun tozu torpağı olur. Onu tərtəmiz yuyuram, yandan sonra xırda doğrayıram, tökürəm qazana. Onun dalınca oman doğuram, unla, qara unla. Oğuram, umaş deyirdik. Onu da tökürəm, duzunu da tökürəm. Qaynayır, qəşəng şorba olur. Bu da öysürəyə, hər şeyə, sinənin azışmasına da, hamısına kömək eləyir. Onu yiyirsən, özdə bir boş qab qəşəng yiyirsən. Elə sarımsaq tökürsən, nə bilim sirkət, kim nə istəyir elə töküb yeyir. Sonra oturub hönkür ağlayırsan ki, bu nə şorba idi, bu nə dad idi, bu nə ləzzət idi, bu necə yemək idi axı, ləzzət. İndi mən sizdən qazdan alıb bir dənə xahiş edirəm. Mən tort pişirirəm həmişə də evdə uşaqlara. O biskvit pişirir, az qalır listdən tökülsün. Sonra öz-özünə bir də baxıram ki, yatır. Bəli. Bu çox adamda bu problem olur. Sorsan bir də ki, bərkət olur. Onu mən kebab çəkmək istəyirəm. Nəyi? Yumşaq olmaqdan ötəri necə eləmək lazımdır? Bəlkə ət olanda onu kebab çəkmək istəyirsiniz, nə etmək lazımdır ki, yumşalsın? Hə, yumşaq olsun. Yaxşı, Gülarə xanım, çox sağ olun. Bir də qaddan alıb, bir də ki, lülər kebabda çəkirəm də, evimiz Ay maşallah, şəhərdə də var. əməlli başlı baş aşmazsınız siz. Ondan da çəkirəm, intihazı yerə tökülür, ona görə mən onu saxlaya bilmirəm, setkalar var, setkada çəkirəm. Aha, ay Gülarə xanım. Bəli. Bəliniz şirin.
Mən əgər sizdən bir xahiş eləsəm, Hə. desəm ki, ay Gülarə xanım, sizdən xahiş edirəm. Bir gün gəlin burada, mənim qonağım olun. Bəli. Nə deyirsiniz hazırlayım, yuyum, təmizləyim, yığım sizin üçün bura, doldurun bura. Bir dənə burada İrəvan mətbəxindən bir yemək hazırlayın. Bəli, mənim gözüm üstə. Bir İrəvanlı olaraq, bir Qərbi Azərbaycanlı olaraq. Bir gəlin burada qəşəng bir yemək hazırlayın. Gələrəm, Deyərsiniz? gələrəm. Doğrudan? Bəli. Bax söz verdiniz ha mənə. Hə, hə. Vəssalam, Mən yazdıq sizi bunu. Çox istəyirəm. Neçə illərdir sizə baxıram, işimi gücümü qoyuram. Aha. Baxıram sizə, qutarandan sonra başlayıram işimi. Ancaq indi sizə baxa-baxa yemək bişirdim. Təşəkkürlər, çox sağ olun bizi izlədiyiniz üçün. Minnətdaram sizə Gülarə xanım. Təşəkkürlər və burada gözləyirəm sizi. Doğrudan da. İndi sizinlə bizim əməkdaşlar əlaqə saxlayacaqlar sonra. Amma mütləq və mütləq sizi burada gözləyirəm. Deməli, mən davam edirəm enchiladosu hazırlamağa. Enchiladosun əsas dadı, ləzzəti olan cəfərini əlavə edirəm. Mənə görə yeməklərin dadı, ləzzəti bir sənədir. Birincisi sarımsaqdır, ikincisi cəfəridir, üçüncüsü və ən əsası kərə yağıdır. Kərə yağı yeməyə qatılanda, düzdür, hər yeməyə də kərə yağı qatmazlar, öyrəşmişik də, xoşlayırıq. O kartofu qızardanda ki ya, onun belə yağına çörəyini batırıb yemədini, heç nə. O kartof qızartmasının ləzzətini ala bilmirsən. Getdi, göyərtini də əlavə elədik bura. Sonra sarımsaq qoymamışdım, eybi yoxdur, kəmərdən bura əlavə edərəm. Getdi, bunu da istifadə eləyək, kəmərə əlavə eləyim. Bilmirsiniz, buna duz vurdum yoxsa yox? Buna ya. Buna vurdum. Dəqiq, yadımda deyil. İndi dadına baxaram. Dadına baxaram. Mən də dada baxmaq üçün bəhanə axtarıram, ay zaramızdır ya. Hə. Deməli, bəh. Bir dənə onun dadına baxım, görüm necədir. O vaxt ki, aşpazlar aşxanalarda, toyxanalarda yeməyin dadına necə baxırdılar? Ha belə, qaşıqla yox, necə baxırdılar? Necə, hə? Əl belə, yox. Qaşıqla elə, yox, elə də yox, elə. Yox, belə. Biz necə baxırdılar, bax. Qoyurdular ovucun içinə belə. Bir utanmasan ağlamağa ne var ki? Bəh. Deməli, bunu təmizləyim. Başlayayım yavaş-yavaş enchiladoslarımı bükməyə. Enchilados üçün böyük lavaş götürürük. Lavaş da lavashdır ya, bürün yat. Maşallah. Hə, baba bu anticəm. Bir dənə bunu qoyun bura sonra. Gözlə. Tələsmə. Bunu bayağı belə bükürək. Bax, lavaşdan nəsə bişirəndə, hazırlayanda mənim gözümsə. Al qoyaq bura. Deməli, lavaşdan nəsə hazırlayıb, nəsə bişirəndə, baxın. Bir var onun ağ üzü, bir də var qara üzü. Üzün ağ olsun. Yox, pörtlənmiş üzü. Deməli, biz həmişə bunun o pörtlənmiş üzü var ha. Bu üzü saxlayırıq içəridə. Niyə görə? Çünki o üzü qızarmağa lazımdır. Amma o belə bükürəm. Bir də yığıram bu formada. Balaca lavaşlardan da eləyə bilərsiniz. Balaca lavaşların içinə qoyursan, vəssalam, qəşəng. Bu formada yığacam bura. Sonra onu qəşəng bükəcəm. Hə, hazırsınız dostlar? Getdi, gəl. Bəh. Hə, yaxşı, mənim gözüm üstə. Operatorumuz oradan deyir, üzünü fırlatmayın, üzünü bu yana fırlat. Ay, sağ ol. Əlacım, yay bunu, yay. Əla, biraz da. Bu yana. Ya bura, bu tərəfə. Əlacım. Qəşəng, tavanı siyir, həyifdir. Siyir içini, çörək ola bir dənə, bunun için siyirəsən də. Vəssalam. Getdi bura, sobanı söndürürük. Çorbamız da hazır. Enchiladosumuz da hazırlaşır. Yavaş-yavaş gedib bişməyə.
Bu belə. Hansı hissədə çoxdur, hansı azdır? Düzülün dostlar. Ay sol. Gəl bura. Əla, əla. Buradan bu. Qəşəng. Vəssalam. Kifayətdir. Getdi. Bu bunun üstündən bağlayırıq ha, bükürük. Deməli, iki tərəfli də bükmək olar, bir tərəfli də getmək olar. Əvvəl kənarlardan qalınlaşdırmaq üçün, sonra bu, sonra bu belə. Niyə görə qalın elədim? Ona görə ki, o şirəlidir. Vəssalam. Sonra soba, küveyt. Burada. Yerləşməyəcək deyirsən. Eyb yox, iki yerə bölürəm. Heç olmaz. Ürəyim genişdir. Əlimdən heç çox balaca bir şey çıxmır. Həmişə evdə Gündən xanım da deyir ki, ağa sənin əlin aza gəlmir deyirsən. Bunu biraz az elə də. Əssalam. Bu belə. Pergament. Burada. Gəldi bura. Onu, ləzzət. Sən də gəl. Ay, sol. Biraz özü qaldı. Üstdən, resmə, əladır, yaxşıdır. Getdi qaymağa, qaymaq. Onu lazımdır yaymaq. Qaymağı biraz boşaldırıq. Yumuşaldırıq, onu qəşəng açırıq, havalandırırıq. Vəssalam. Bəh. Elman baxır deyir, bu nə qədər yaxşı idi. Qaymağı niyə vurdun? Qaymağı yerə vurmazdı. Qaymaq, bunu burada. Bəh. Birinə vurmuram. Mən üçün həmişə komanda, izləyici və onun dadına kim baxacaqsa o həmişə önəmli və vacibdir. Ona görə də qoy. Sütkəcə hara qoymuşam? Sütkəc. Hələ təzə köçmüşəm. Nəyi hara qoymuşam, hələ ki yaxşı bilmirəm. Qoy baxım, bu da burada deyil. Sütkəc. Böyük qızım demişkən, Sütkəc, haradasan? Vay, burada da sütkəc yoxdur. Yox, burada da yoxdur. Ay, sütkəc. Ay qonşular, sütkəc kimdə var? Mənə təsirli sütkəc lazımdır. Sütkəcimiz. Yox, bəlkə də hərdən olur. Bir də görürsən ki, bir məhsulun yanından 50 dəfə keçirəm və onu görmürəm. Maşallah rəflərim də o qədərdir ki. Sütkəc burada da yoxdur. Burada da sütkəc yoxdur. Burada da yoxdur. Dedim bəlkə burada olar. Belə anda vəziyyətdən çıxmaq lazımdır. Yoxdur da, neyim, tapa bilmədim. Tapa bilmədim o sütkəcü. Eyb yox, nə olsun. Pendirdən istifadə edeyim və onu doğrayaram. Baxın görüm. Bəh. Bunu çıxartmaq lazımdır. Tez. Oradan bir tuş. Ne gəlsin? Bəh. Almanın qoxusu adamı özündən alır aparır. Bəh. Biraz özünü tutsun. Mən bir dənə tez pendiri bir balaca belə doğrayım. Nazik doğrayım ki sütkəcümü tapa bilmədim. Eybi yoxdur, nə olsun. Həmişə mətbəxdə vəziyyətdən çıxmaq olur.
Nazik doğradıq, üstündən qoyduq. Əssalam, bizə lazımdır ki, o ərisin. Vaxtımızda nə qədər var? 13 dəqiqəmiz var. Aha. Hazır olacaq. 6 dəqiqəyə əriyir. Deməli, pendirlərimizi qəşəng doğradım. Elman deyəcək ki, qaymağı vurmadım. Çünki pendirim yaxşı. Yəni, qaymaq olmasa belə onu hazırlaya bilərsiniz. Amma mayonez də qata bilərsiniz, əlbəttə. Mayonez də olar. Üstünə mayonez də çəkmək olar. Mayonez də maraqlı olar. Qəşəng dadlı olar. Bəh. Bunun pendiri çox oldu ya. Biraz qaymağın əvəzindən görsən pendir getdi. Vəssalam, getdi sobaya. 6 dəqiqədən sonra xəbər eləyərsiniz. Bu burada. Havamız getsin. Şorbanı da servis edeyim. Piroku açmayayım. Hazırsan yoxsa yox? Bah! Pirok nə pirok? Şorba nə şorba? Pirokun üstünü göstərə bilirikmi? Üst hissədən. Yaxşı. Şorbanı servis edeyim. Bu şorba başqa cür şorbadır. İndi şüydünü əlavə edə bilərik. Qazanda şüyd əlavə eləməzlər. Bilirsiniz niyə görə? Şüyd qaldıqca acılıq verir. Ona görə də şüydü servis vaxtı əlavə edirik. Şorbamız da hazır. Bir də enchiladasımız da hardan qoyulub ad? Hə, maraqlıdır. Əlbəttə, bu dəqiqə açıqlama verərik. Deməli, redaktorumuz həm də xan deyir ki, bu yeməklərə adlar verilir, ha. Bu adlar hardan gəlir? Yəni, bir aşpazlar cəmiyyəti var, onlar yığılırlar, rəyasət heyatı keçirirlər və orada səs vermə verirlər ki, hə, bugün bu yeməyin adlandırılması mərasiminə keçirik və bu yeməyə enchiladas adının verilməsinə nə reaksiya göstərirsiniz? Amma əlini qaldırır ki, bəli, biz razıyıq, deyirlər, hə, geçdilliklə bu yemək enchiladas adına layiq görüldü. Xeyr, böyle olmur. Hər bir yeməyin ayrıca bir tarixçəsi var. Amma bir məsələ var ki, məsələn, bir yemək var ki, bəzi restoranlarda bəlkə də o yeməyi görmüsünüz. Bəlkə də o yeməkdən yemisiniz. Deməli, bu yemək hansı yeməkdir? Cilərdinyo. Eşitmişsiniz yoxsa yox? Bəzi yerlərdə silərdinyo kimi də yazırlar onu. Restoranlarda, dəsturlarda. Deməli, haradasa 2009, 2008, 2009, bax bu illər idi. Məşhur otellərin birində bir departament şefi olaraq fəaliyyət göstərirdi. Orada bir indiyəcən dostluq etdiyimiz bir insan var ki, Hakim adında bir aşpaz. Nəysə, onunla birlikdə bir şorba hazırlayırdıq. Daha doğrusu yemək hazırlayırdıq. Bu yeməyin içində nə var idi? Nazik doğranmış kədu, yəni kabaçki kimi məşhur olan kədu. Sonra onun içərisində vardı yer kökü, toyuq, mayonez, ketçup, xardal və bir balaca da orada spagettidən istifadə eləmişdik. Bu formada belə bir yemək hazırlamışdıq. Bir gün gəldim və mənə soruşdular ki, bu yeməyin adı nədir? Biz də o vaxtı Ronaldoya böyük pərəstiş edirdik. Ronaldonu sevirdik. Dedik ki, bəs bu cilərdinyodur. Süfrəçi soruşmuşdu bizdən. Adı da indicə yanındadır, xallar idi adı.
Dedi, Cilərdinyo niyə? Dedi ki, bəs bu Ronaldo'nun sevdiyi bir yeməkdir. Ona görə bunun adını Cilərdinyo qoyublar. Güya, indi bizim ixtira etdiyimiz, bizim hazırladığımız yemək deyil ha. Neyse, o Cilərdinyo, bu Cilərdinyo yeməyin adı ilə qaldı və bu günə qədər də bəzi restoranlarda da yemək çeşidlərində bu ad var. Bundan başqa, yeməyin adı əsasən, məsələn, bir İtalyan yeməyi var, məşhur bir yeməkdir. Fettuccine con mais e crema di gorgonzola. Oh, getdi ad. Adın mənası bilirsiniz nədir? Fettuccine ərişdədir. Con mais qarğıdalıdır. Fettuccine qarğıdalı. E crema qaymaqlı. Di gorgonzola pendirli. Ada belə ad qoyarlar, sən mənim canım. Ərişdə, qaymaqlı, bütün dəsturu açıb tökürsən oradakı yeməyə ad qoymuşam. Yəni yeməyə bir dənə qəşəng adı olar. Xəmraşi. Gəlin indi tap görüm xəmraşinin içində nə var. Görürsünüz? Döşəmə pulov. Gəlin indi tap görüm döşəmə pulovun içində nə var. Görürsünüz? Həndə bir adlar var. Sonra şeşrəngi. Dinən görün bu şeşrənginin içində nə var. Yoxsa deyirsən ərişdə, qarğıdalı, qaymaq, pendirli yemək. Məlum məsələdə bildin ki, artıq yeməyin adıdır. İndi orada yağ yaddan çıxdı, duz yaddan çıxdı, istiyot yaddan çıxdı. Bunlar da əlavə edirsə vəssalam. Yemək tam oldu. Bütövləndi. Görək indi enchiladosumuzun vəziyyəti necədir? Yekun olaraq yeməyə ad verilir. Ya aşpazın adına görə, məsələn, və yaxud da Sezar salatı. Sezar salatını ilk dəfə hazırlayan aşpazı Sezar və bu, belə deyək, əlində olan ingredientlərdən hazırlanmış olduğuna görə o öz adıyla Sezar salatı kimi məşhur oldu. Margarita pizza bir aşpazın şəhzadəyə şirinlik etmək niyyəti ilə ölkənin şəhzadəsidir və onun üçün pizza hazırlayır. Pizzanın üzərində bir İtaliya bayrağı düzəldir. Yaşıl, ağ və qırmızı. Qırmızı pomidorlar, yaşıl bazilik, reyhan, ağ isə pendir və bu şəhzadənin çox xoşuna gəlir. Deyir, bu pizzanın adı nədir? Deyir, şəhzadə sağ olsun, bunu sizin eşqinizə, bunu sizin xatirinizə, sizin adınıza uyğun olaraq Margarita adlandırmışam. Gəldi bunun xeyri, sən getdin qabağa. Margarita pizza, o pizza, bu pizza gəldi bu günə qədər də Margarita. Möhtəşəm pizzadır, gözəl pizzadır. O cümlədən bu sinifdə olan bir çox yeməklər var ki, onların maraqlı adları, maraqlı tarixçələri var. Mən bir dənə bunu gözləyirəm. Nə qədər vaxtımız qalıb? Aha, əla, çatdıra bilərik, çatdıra bilərik. Mən istəyirəm piroku kəsim yoxsa kəsməyim? Birbaşa biraz istəyirəm bir kənarından kəsim. Kəsim görüm necə alınıb. Yaxşı, biraz qabağa gətirəm. Efirdə bax hazırlayıram. Bax görürsüz şirəlidir. Ona görə deyirəm ki, bu biraz qalsın, özünü tutsun. Şirə tam olaraq pirokun canına keçsin. Ondan sonra onu bu şirəsini axıtdı. Şirə tam olaraq onun canına keçir. Bəh. Mən bunu sadəcə olaraq sizə göstərmək üçün kəsdim, desəm yalan olar. Öz nəfsimi saxlaya bilmədim. Və bunun dadına baxmaq istəyirəm, desəm tamamilə doğrudur. Xəmiri bir aləm. Alması şirəli. Qəşəng mənə soğumaz çayına. Bilirsiniz nə gördüyüm yaxşıdır. Soğumaz çayı çox acıdır. Çox acıdır. Bu da qəşəng şirin və turş məzədir. Bununla bu əla harmoniya, əla tendemdədir. Ləzzət elədim. Çox ləzzət elədim. Bax, şirəsi həyif, bunun şirəsi getdi. Çox həyif.
Çox heyif. Mən bunun şirəsini qoruyub saxlamaq istəyirdim. Çox heyif, bunun şirəsi getdi. Tez doğradım. Bax, qətiyyən tez doğramayın. Yenə də deyirəm, bu bişəndən sonra, bax, hazırlamamışdan qabaq da bunu dedim, indi də deyirəm. Hazırlayandan sonra bir 2 saat, 3 saat otaq hərarətində qalsın, özünü tutsun. Ondan sonra bunu soyuducuya qoyursunuz. Soyuducuda da heç olmasa bir 6 saat, 8 saat qalsın, özünü tutsun. Bizim əməkdaşlardan İradə xanım deyir, 6 saat dözmək olar. Nə danışsın? Elə mən özüm də dözmədim. Onu gördük, kəsdim, şirəsi bir balcaqdır, amma... Getdim, enşiladırsa. Sən gəl. Mən heç yaxınlaşmıram, bir dənə sən oraya yaxınlaş. Bir dənə buna bax. Mən buna nə deyim? Mən buna nə tərif edeyim axı? Bunun tərifə ehtiyacı var. Bunun hansısa sözə, hansısa fikrə ehtiyacı var. Daha da böylesi əlim yondu ki. Oy. Mən cənub bölgəsini çox sevirəm. Və tez-tez də cənuba gedirəm. Əsasən Lənkərana gedirəm. Lənkəranın ən çox sevdiyim yeri biz bir Boladi kəndidir. Bir də ki Haftoni kəndi. Ləzzət eləyir oralar mənə. Sağ olun. Yemək mənə deyir ki, Ağa Kərim, danışdın, bəsdir. İndi sən dur, mən danışacağam. Sən mənə təqdim eləmə. Mən özümü təqdim edəcəm. Üstünü pendiri. Ləzzət ya. Şirəli, soğusu öz qaydasında. Bunu yeyən bir də yemək istəyir. Bunun dadına baxmaq istəyən onu bütöv yemək istəyir. Bunu görən elə hazırlayıb yemək istəyir. Hazırlayın, yeyin, nuş edin. Sadə ingredientlərdən mükəmməl yeməklər hazırlayıram. Baxırsan ki, eyni ingredientlərdir, amma başqa-başqa yeməklər çıxır. Bu bilirsiniz nəyə oxşayır? 32 hərfdən nə qədər gözəl sözlər çıxır. Bax, eynən onun kimidir. Hər zaman daxiliniz, qəlbiniz gözəlliklə bol olsun. Mən sizə hələlik deyirəm, amma biz sizinlə sağollaşmırıq. Çünki tarixin bir günü başlayır. Show biznes aləminin həm hörmətli, həm də çox ehtiyata olunan bu show biznes adamları tərəfdən təbii ki, adamı tarixin təqdimatında tarixin bir günü birbaşa başlayır. Ayrılmırsınız, hələlik.